Gürcüstan Daxili İşlər Nazirliyi oğru dünyasına qarşı geniş miqyaslı əməliyyat keçirib. Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadzenin sözlərinə görə son 24 saat ərzində keçirilən əməliyyat nəticəsində oğru dünyası ilə əlaqədə şübhəli bilinən 29 nəfər saxlanılıb. Daha 3 nəfərə, o cümlədən xaricdə yaşayan qanuni oğru Besik Caparidzeyə qiyabi ittiham irəli sürüləcək. İstintaqın məlumatına əsasən təqsirləndirilən şəxslər vətəndaşlar arasında maliyyə mübahisələrinin həllinə müdaxilə edib, kriminal təsir göstərərək oğru görüşləri təşkil ediblər. Qərarlar qanuni oğru tərəfindən verilir. Tərəflərdən biri isə digərinə külli miqdarda pul ödəməyə məcbur edilirdi. Dabiშვილი მოვიკუდეს თუ ყველაფერს არ ვაკეთებდეს ძმა რო გაიწული ჩავიწყო ძმა აი ის იმ დონეზე ვარ გაჭედილი ყველაფერს ჩალიჩო და ჩემი ბიძაშვილი დათო შუაში გათა ყველაფერს ვიჩალიჩო შეუკანა რა აი ხა მე შენ გეტყვი რაღაცა ჩემი დედას აღარ დაურეკო თუ არ ჩამოხდა მან გაინდა ეგათა 500 ლარი ძმა დაიდება 5000 ლარი სამსაათზე უეწელი ჩავ ესეც თუ გერგო ჩაგერი ფული მოიტა ჩემი თუ არ წაგატო მან განა Nazirlik bildirir ki, öhdəlikləri yerinə yetirməyən şəxslər fiziki zorakılıq və ölümlə hədələnib. Keçirilən axtarışlar zamanı mobil telefonlar, kompüterlər, qanunsuz saxlanılan odlu silahlar və döyüş sursatı aşkarlanaraq götürülüb. Faktla bağlı istintaq davam edir. Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.